Demək, növbəti Word haqqında, Word 2010 versiyası haqqında videomuzdur. İkinci videomuz. Bu videoda biz demək, tablardan Home tabı ilə tanış olacağıq. Yəni izahımız uşaqlar sadəcə Home, Insert, Page Layout. Bir də buradan View tabı ilə bağlı olacaq bəzi hissələri. Çünki suallar oradan düşür. Qalan tablardan suallar olmur. Home tabına baxaq əvvəlcə. Demək, ümumi məlumat verəndə Home tabı üzərindən onun qruplarını işarələdik, göstərdik. İndi bir də baxaq buna, baxın, Home tabıdır. Home tabının qrupları, ümumiyyətlə bütün tablarda qruplar şəffaf xətlərlə ayrılır. Belə bu şəkildə buradan şəffaf xətləri görürsünüz. Bu xətlərlə ayrılırlar. Və hər birinin aşağı hissəsində adları var. Məsələn, clipboard var, font var, paragraf var, stylus, editing. Bu bölümlərlə qısa da olsa tanış olacaq. Yəni testlərimizi yaza bilək deyə. Əvvəl clipboard bölümünə baxırıq. Clipboardda demək mənim komandalarım və yaxud da əmrlərim hansılardır? Demək, paste, cut, copy, bir də format painter. Bunlardır. Bunlara fikir verirsiniz uşaqlar. Bunlardan məsələn paste ilə format painter aktivdir. Cut ilə copy aktiv deyil. Cut ilə copy'nin aktiv olması üçün baxın, belə bir şey eləyək. Məsəl üçün kursoru burada vurduq. Baxın, kursor hər hansı bir sözün üzərində vurulanda hələ cut və copy aktivləşmir. Elə ki biz bunu baxın belə seçdik. Seçən kimin burada cut copy baxın artıq aktivdir. Yəni bu bölümün komandalarından cut copy, yəni belə başa düşülür ki mən bu mətn hissəsini seçmişəmsə bu bölümə, clipboard bölümünə aid olaraq mən bunu kəsə bilərəm, kopyalaya bilərəm. Yəni bunlar ona görə sonradan aktivləşir. Deyək ki mən bu mətn hissəsini belə deyək kopyaladım. Kopyaladımsa bu artıq belə deyək clipboard, baxın burada artıq alt menudan göstərirəm ki, görəsiniz clipboardu. Artıq yapışdırmaq üçün hazırdır. Yəni mən paste deyərək bunu yapışdıra bilərəm. Ya da qısa yolunu görürəm, Ctrl-V-dir. Cut qısa yolu Ctrl-X-dir. Orada çıxır, görürsünüz. Copy qısa yolu Ctrl-C-dir. Format painter isə qısa yolu Ctrl-Shift-C-dir. Bunu izah verəndə biraz elə deməyə çalışacağım ki, bu qısa yolda yadınızda saxlasın. Düzdür, düşmür, amma ola bilər, yəni düşə də bilər. Demək, bu clipboard bölümü ilə belə bir şey yadınızda saxlayırsınız ki, bura mübadilə buferidir. Yəni, kəsiləni, kopyalananı, yəni üzü köçürüləni burada yaddaşda saxlayır. Amma bunun ümumi, belə deyək, aparat təminatından, RAM, operativ yaddaşından fərqi nədir? Operativ yaddaş, yəni deyək ki, burada məsəl üçün mən bu Rebecca sözünü kəsdim. Operativ yadda qaldı. Sonradan burada Redfern adını deyək ki, bunu kəssəm, artıq bu Rebecca öncə belə deyək, kəsdiyim və ya kopyaladığım, yəni öncə gördüyüm iş RAM-ın və yaxud da əməli yaddaşın, operativ yaddaşın yadından çıxır. Amma Word-ün bu clipboard bölümündə mən yadda saxlayan düz 24 sayda, baxın burada qeyd olunub, 24 sayda müxtəlif kəsilmiş və ya kopyalanmış mətn hissələrini burada yadımda saxlaya bilərəm, yəni clipboardda, daha doğrusu clipboard yadımda saxlayır. Və burada üzərinə gələrək, belə, baxın, vurduqca, burada mətn hissəsində görürəm, yapışır. Aydın mı? Belə yapışdıra bilərəm. Bunun kənarında belə bir düyməsi də var, buradan paste deyə bilərəm, bunu ləğv də edə bilərəm, yəni delete deyib, buradan uzaqlaşdıra da bilərəm. Clipboard bölümünün bax belə bir özəlliyi var. İndi sual olunar ki, bura niyə belədir? Yəni nə işə yarayır bura? Yəni burada 24 dənə kəsilmiş və ya kopyalanmış məlumatın saxlanılması. Məsəl üçün belə istifadə edə bilərsiniz. Deyək ki, mətn belə deyək də kompüterdə mətn yazan adamlar var. Yəni onların işi verilən mətni köçürməkdir. Onlar yazıya bir dəfə baxdıqda əl yazısına və yaxud da fikri bir dəfə aldıqdan sonra ki, nə haqda yazacaqlar. Orada çox işlənən fikirləri, sözləri burada qeyd edə bilərlər
və onları hərf-hərf yazmadan burada üzərinə vuraraq mətnə əlavə edə bilərlər. Yəni belə istifadə oluna bilər. Burada bir dənə də belə bir düymə var. Move-dur. Yəni bunu hərəkət elətdirmək üçün baxın, yapışdım. Gətirdim tutaq ki bu tərəfə və yaxud da təzədən qaytardım öz yerinə. Belə. Size var, ölçüsü, baxın, ölçüsünü özüm belə düzədə bilərəm. Bir dəfə də vurdumsa dayandı. Bir də close var, bunu bağlamaq üçün. Bağladıq. Sonra burada paste-i gördük uşaqlar. Paste-in bir neçə demək formatda baxın yapışdırılması var. Yəni bir neçə formatda burada yapışdırma üsulu var. Ona görə belə bir alt hissəsi var. Sonra cut dedik ki, mətn hissəsini kəsir. Məsəl üçün deyək ki, buranı seçdim belə. Baxın. Pen mouse'la seçməyə çalışıram, ona görə elə olur. Baxın, seçdim mouse'la. Buradan cut desəm, bunu kəsdi. Yuxarıdan da göstərim, baxın, geri qaytarma düyməsi var, undo düyməsidir. Onun yanında yazılan əmr həmişə yazılmış, şərt olaraq yazılıb, indi undo cut. Niyə undo cut yazılıb? Çünki sonuncu gördüyümüz cutdır, yəni kəsmədi, ona görə yanında cut var. Amma undo həmişə görəcəyəm orada. Qısa yolu Ctrl-Z. Qısa yolu Ctrl-Z. Yəni klaviaturanda Ctrl-Z vurub bunu geri qaytara bilərsiniz. Copy isə kopyalayır, baxın, üzünü köçürür, yəni kopyaladı, yəni bunu buradan silmir. Burada yenə baxın, həmin komandaları görürsünüz. Həm geri qaytarma, həm də bir addım irəli gətirmə, yəni gördüyüm işləri. Yəni redo desəm, redo cut Ctrl-Y ilə əvvəl kəsib, sonra qaytardığımı bir də kəsəcək. Yəni bu list hissə olmayacaq. Təzədən yəni onu qaytara bilərəm buradan. Kopyunu bildik. Yəni seçilmiş mətn hissəsini üzün köçürür. Yəni mən bir yerdə durdum, kopya aktiv olacaq, kopyalayacağım, belə bir şey yoxdur. Yəni haranı kopyalamaq istəyirsən, hansı mətn hissəsi? Yəni buradan bura mı, yoxsa belə bura qədərmi? Nə qədərini kopyalamaq istəyirsən, seçirsən, ondan sonra kopya deyirsən. İndi baxın, burada deyək ki, buranı silim belə. Burada deyək ki, bu mətn hissəsini mən üzərində formatlar tətbiq eləmişəm. Belə rəngləmişəm, böyütmüşəm, altından xətt çəkmişəm, belə bu şəkildədir. İndi bura tətbiq elədiyim bu formatları istəyirəm ki, bu focus sözünün üzərinə də tətbiq edeyim. Ya gələk mən bu formatların hamısını yadımda saxlayayım. Ölçü nə qədər idi, hansı buradan əmrləri vurmuşdum və s. Ya da bunu kopyalayıb, yəni Ctrl-C eləyib, sonradan bunun üzərinə çəkə bilərəm. Ona görə də bunun qısa yolunda belə yazıb, Ctrl-Shift-C. Qısa yolu belədir, Ctrl-Shift-C orada baxsaz, Ctrl-Shift-C. Yəni Ctrl-C kopyalayır və kopyaladığım nəyinsə üzərinə çəkməklə onu da tətbiq edir. İndi baxın, bunu seçdim. Seçəndən sonra ya da yanında da duraraq da bunu eləyə bilərəm. Yəni fərqi yoxdur. Baxın, Format Painter dedim. Gətirdim, bunun üzərinə çəkdim. Baxın, nə qədər çəkmişəmsə o qədər düşüb. Baxın, S hərfinə çəkmədim deyə düşmədi. Ümid edirəm ki, aydın oldu. Clipboard bölümünün komandaları demək oldu Paste, Cut, Copy, Format Painter. Gəldik font bölümünə, yəni ikinci bölümə. Bu bölümdə, baxın, biz ümumi şəkildə nələr öyrənəcək bir işarəliyim, sonra izah edəcəm. Birinci yazı tipi var, yəni font. Sonra font size var, yəni yazı tipinin ölçüsü. Sonra font grow var, font shrink var, sonra case var, sonra clear format var, sonra font color var, highlight color var, plamaster effekti. Sonra xüsusi effektlər var yazılara. Qüvvətə yüksəltmə var, indeksə indirmə var, üstündən xətt çəkmə var, altından xətt çəkmə var, kursiv və ya italik effekt var, bir də bold effekt var. Yəni bunları izah eləyəcəyik bu bölümdə, font bölümündə. Bunları niyə belə işarələdim? Yəni məsələn, belə bir sual da ola bilər ki, tutaq ki, fərz elək, plamaster effekti və yaxud da yazının ölçüsünü böyütmə və yaxud da yazı tipinin rəngini dəyişmə hansı qrupda, hansı tabda yerləşir? Bax, tabı da soruşur bəzən, qrupu da soruşur. Ona görə diqqətli olmaq lazımdır.
Bunların PDF-ini sizə göndərəcəm. Oradan da baxa bilərsiniz. Bir-birini izah eləyək. Baxın, üzərində duracağım ki, açılsın. Aşağıda baxın, font yazır. Font. Qısa yolu bir o qədər də önəmli deyil. Yəni, bunun qısa yolunun düşəcəyini sanmıram. Belə bir söz yazır orada. Change the font face. Yəni, yazı tipinin üzünü dəyişir. Yəni, yazı tipinin görünüşünü dəyişir. Məsələn, tutaq ki, burada Cambridge sözünü seçdim belə. Biraz kənardadır, ona görə bunu seçdim. Baxın, buranı açıram. Baxın, burada hansı yazı tipinin üzərində dururamsa, o yazı tipində mənə Cambridge sözünü göstərir. Başa düşdüm? Yəni, həmin yazı tipində mənə Cambridge sözünü buradan göstərir. Aşağı doğru çəkə bilərəm. Var burada müxtəlif yazı tipləri. Bunlardan istifadə edə bilərəm. Yəni. Yadımızda saxlayırıq ki, bu yazı tiplərindən bir neçəsində demək, Azərbaycan əlifbası dəstəklənir. Arialdır bu. Arial. Times New Roman'dır. Times New Roman. Sonra Tahoma'dır. Tahoma'dır. Lusiad'dır. Karıştırdım bakın. Lusiad. Sonra başqa nə var orada? Bir baxacağım. Belə yadıma düşmədi. Yəni, bunlarla yanaşı, yox, bunun üstündən göstərməyə çalışım. Açaq buranı. Bax, Kambriyada da Azərbaycan əlifbası düşür, Arialda düşür. Sonra gəldik. Burada yenə bir baxım. Times New Roman'da düşür. Burada yazım çıxsın. Aslında var burada. Baxın, Tahoma'da var. Tahoma'da. Times New Roman'da. Verdana'da. Bunda da hərfi elə bilirəm düşməlidir. Bir yazaq burada hərfi. Bir dəqiqə. Hal-hazırda Times New Roman'dır. Baxın, Arialda hərfi görsənir. Bizim Kambriyada hərfi olduğu kimi görsənir. Sözün əslində belə də seçə bilmərəm. Baxın, hərfin burada yazım. Bu yazını seçim. Aha, bu yazım. Yaxşı. Məsələn, baxın, bax, bu hansı əlifbadırsa, bu əlifbada məsələn dəstəklənmir. Hərfindən başqa digər hərflər eynidir. Məsələn, komik şansa baxım, məsələn dəstəklənmir. Görürsünüzmü? Amma Kambriya baxım, burada dəstəklənir. Çünki hərflərin hamısı eyni səviyyədə düzlənibdir. Times New Roman keçdimmi? Yox. Məsələn, Times New Roman dəstəklənir. Verdaniya baxırdım, burada da dəstəklənir. Tahoma, burada da dəstəklənir. Bir də Lusiad var idi, baxın. Lucida, daha doğrusu. Lucida da baxsam, yenə də burada dəstəklənir. Yəni, işləyir burada da. Belə, buradan demək, yazı tipinin formasına, tipini, daha doğrusu yazının tipini buradan dəyişə bilirəm. Bura baxıram, font size yazır, kəndicə font size. Bu yazı ölçüsü bu şkalanın asılıdır. 8 ilə 72 arası dəyişir, amma susmaya görə həmişə 11-dir. Yəni, susmaya görə dedim nədir? Buna default deyilir. Baxın, default. Belə də görə bilərsiniz hansısa testdə. Bu, təbii ki, dimin testi olmaz. Hansısa testdə belə yaza bilər default olaraq. Demək, Word-də yazı ölçüsü nə qədərdir? Yanında saxlayıram ki, 11-dir. Bizdə isə yazır susmaya görə. Susmaya görə. Yazı ölçüsü nədir? Deyirəm 11-dir. Yəni, proqramı açanda burada hansı yazı ölçüsü olur? 11 olur. Bunu demək istəyir. Amma şkalaya görə baxsam, burada demək 8 ilə 72 aralığında dəyişir. Baxın, şkalaya görə necə oldu? Şkalaya görə
Yəni orada göstərilən ölçüyə görə 8 ilə 72 arasında dəyişir. Amma ümumiyyətlə yazının ölçüsünün 1 ilə 1638 aralığında dəyişmək olar. Yəni bunu yadında saxlayın. Məsələn, burada bir dənə yazını seçək. Yazını seçək. Heç seçmirəm, yanında dururam. Bura yazıram bilərəkdən 1600, 500 yazmayacaq. 1639 yazıram bilərəkdən. Enter dedim. Baxın. Böyle bir pəncərə çıxır qabağımıza. Burada qeyd eləyibdir mənim üçün. Nə yazıbdır? Baxın. 1 ilə 1638 aralığında. Maksimum budur. Yəni məndən ölçünün hansı aralığında olduğunu soruşar. Bir də yazı tipində, yəni buradakı şkalada ölçünün hansı ölçüdə ola biləcəyini soruşar. Buradan sorsa 872, ümumi sorsa 1638 aralığında. Gəldik, baxın. Demək, grow font var. Yəni yazı ölçüsünü böyütmək. Məsələn, bu ə hərfini bir yanında vurum, olmur, baxın. Seçməliyəm, yəni onu nəzərdə çatdırmaq istəyirəm ki, seçirəm. Baxın. Ölçünü bu vəziyyətdə böyüdə bilərəm. Və yaxud da shrink font ölçünü kiçildə bilərəm. Yəni seçdiyim mətn hissəsinin ölçüsünü kiçildə bilərəm. Buradan istifadə edib. Sonra burada baxın, change case var. Change case. Bura rejimin dəyişilməsi deyilir. Nəyin rejimin dəyişilməsi? Bura fikir verək. Bütün hərflər böyükdür. Düzdürmü? Sentence case dedim. Cümlə haldır. Cümlənin birinci sözünün birinci hərfi böyük, yəni l hərfi böyük, qalanları kiçik. Lower case hamısı kiçik. Upper case hamısı böyük. Capitalize each word hər sözün birinci hərfi böyük. Bir də toggle case böyük hərflər kiçik, kiçik hərflər böyük şəklində mənə bir düzülüş demək göstərəcək. Sonra burada dedik bold effekti, bunun qısa yolunu yadımızda saxlayırıq. Ctrl-B. Kursiv effekti var, yəni maili yazır, italikdə deyilir buna. Ctrl-I-dir, yadımda saxlayıram. Altından xətt çəkmə var, Ctrl-U-dur, bunları yadımda mütləq saxlayıram. Altdan xətt çəkmənin burada müxtəlif xətt formaları var, bunları çəkə bilərsiniz. Bir də rənglənməsi var, yəni alt xəttdə hansı rəngdə olsun, onu buradan təyin edə bilərsiniz. Baxın. Bu şəkildə. Üstündən xətt çəkə bilərsiniz. Məsələn, yazını seçdim, üstündən xətt çəkdim, buna deyilir strike through. Baxın, üstündə dururam, strike through. Sonra deyək ki, belə deyək, burada məsələn 6 yazılıb. Baxın, bu 6-nı mən birin üzərinə də qaldıra bilərəm. Belə bu şəkildə ola bilər. Və yaxud da indeksinə indirə bilərəm. Altlıq sayı sistemində 201 kimi. Belə. Belə də göstərə bilərəm. Sonra burada yazı effektləri var. Görək bunun adı necə idi. Text effekt, yazı effektləri, mətn effektləri. Bunları da tətbiq edə bilərəm. Bunların da bir adına fikir verin. Baxın, subscript. Bir də superscript şəklində demək adları var. Text effektə baxaq. Məsələn, buranı seçdim. Bu text effektdən tutaq ki, belə seçdik. Baxın. Highlight, text highlight color, plamaster effektidir. Məsələn, buranı seçdim, rəngləyirəm plamaster effekti ilə. Sizin belə plamasterlarınız 100% var, yəni istifadə edirsiniz. Haralarsa yadda saxlamaq üçün. Bax, həmin effekti. Məsələn, bu sözün özünün rəngini dəyişmək istəyirəm. Avtomatik rəng yazıda saxla həmişə qaradır. Amma məsələn, mən bunu qırmızı eləyə bilərəm yazı olaraq. Yəni, buradan da font color dəyişmə imkanım var. Belə, bu da oldu font tabı. Üçüncü tabımız paragrafdır. Paragraf tabına baxacaq. Burada tabı deyirəm, bağışlayın, qrupu. Font qrupunu bitirdik. Paragraf qrupuna baxacaq. Paragraf qrupunda burada bullets deyilən düzülüş forması var. Bu düzülüş formalarını uşaqlar görəndə, deyək ki, belə deyək, testlərdə, bunların burada işarələrinə fikir verin. Yəni, burada fikir versəniz, bunlar nöqtə şəklindədir. Burada 1-2-3-dür. Burada iç-içə düzülüş formasıdır.
Yəni bunlara diqqət eləsəz əslində bir o qədər də testlər çətin deyil. Yəni məsəl üçün mətni tutaq ki, belə deyək də bu hissəni, məsələn bu hissəni buradan belə işarə eləyibdir. Bu şəkildə işarə eləyib. Mənə deyir ki, bu mətndə hansı paraqraf əmrindən istifadə olunub. Bu əmrləri tək-tək göstərib. Mən bu əmrlərə baxanda bilməliyəm ki, burada işarə görürəm də. İşarə harda var? Bu birislərdə rəqəmdir. İşarə buradadır. Ona görə bunu seçməliyəm. Yəni illa burada belə deyim də bu nöqtə işarəsini gözləməyin ki, bundan uyğun olsun. Yəni işarələr bu bölümdədir. Bulletlər. Buradan istifadə edib demək, mətnin hər hansı bir hissəsini nə demək olar? Fərqləndirmək olar, işarələmək olar. Məsələn, bu hissəyə baxaq, deyək ki, buranı belə seçim. Bura qədər seçək. Baxın, buranı da belə rəqəm şəklini işarə eləyə bilərəm. ABCD deyə işarə eləyə bilərəm. Belə işarə eləyə bilərəm Roma rəqəmləri ilə və s. Yəni işarələmək olar. Bir digəri isə, baxın, bu iç-içə işarələmədir. Hətta burada bax, belə də mürəkkəb bir iç-içə işarələmə var. 1-1-in biri bu şəkildə gedir. Yəni bura 1 seçdik. 1. Baxın, gəldik buradan düşməyə çalışım. 2. Bu 2-ni silirəm uşaqlar. Ben görüm, mən tətbiq elətdirə biləcəyəmmi? Burada dursun. Bu mətn əvvəlcədən yazılıdır deyə tətbiq eləmədi. Yaxşı, aşağıdan bir şeylər yazmağa çalışacağım. Baxın. Aha. Buradan bunu seçək. Yuxarıda 1-i yazıbdı. Burada 2-ni yazdı. Yəni bunun tətbiqini buradan da yığışdıraq. Baxın. Belə. Aha, bura 1 düşdü. Yazdım məsəl üçün. Bura yazdım. Fərz eləyək. Tuncer yazdım. Enter dedim. Aşağı düşdü. Bunu sildim. Buradan yazıram. Rıza. Baxın, burada durdum. Gəldim buradan. Bu iç-içə işarələməni vurdum. Baxın, yuxarı 1 idi. Bura 1-1 saldı. Buradan yazdım məsəl üçün Rıza. Düşdüm aşağı. Öz avtomatik 1-2-ni salır. İndi bu 1-2-ni də yazdım. Məsəl üçün bura yazdım Rəvan. Fərz eləyək. Hə? Düşdüm aşağı. İndi istəyirəm buraya yazım ki 1-2-nin nə isə, baxın, ona görə bunu siləcəyəm. Sonra təzədən qalxdım bura. Buradan bunu yenidən vururam. Baxın, 1-2-nin 1-1-i. Belə. Bu şəkildə. Yəni işarələyib davam eləmiş olacaq. Bu iç-içə işarələmədir. Sonra məsəl üçün abzasları buradan hərəkət elətdirmək var belə. Əksinə hərəkət elətdirmək var. Buradan istifadə edib. Adlarına baxın, decrease indent, bir də increase indent deyə yazır. Bunlar nə idi? Baxın, bu bullet idi. Üstlərində bir də durum. Bu numbering idi. Bu multi-level list idi. Bunları dedik. Bu, demək, burada sort yazır. A-dan Z-yə 1-dən deyə rəqəmlər arasında sıralanma, tarixlər arası sıralanma. Bunu belə açım görün. Baxın, burada sıralanma tipləri necədir? Mətnin sıralanması var A-dan Z-yə. Number var, rəqəmlərin sıralanması. Date var, təqvimin sıralanmasını apara bilərsiniz. Yəni siz ard-arda nələrsə yazmışsınız. Bunların sıralanmasını apara bilərsiniz. Məsəl üçün deyək ki, yazmışsınız, fərz eləyək, baba, sonra yazmışsınız ana, sonra yazmışsınız, fərz eləyək, oğul, belə yazmışsınız. İndi bunu istəyirsiniz ki, sırası ilə, yəni əlifba sırasına görə nəzərə alıb sıralasın. A-dan Z-yə dediyim zaman öz avtomatik burada teksti göstərir. Bura rəqəm olsaydı, burada number görəcəkdim. OK dedim. Bir dəqiqə. Aha. Yəni yerinə yetir. Portable olduğu üçün uşaqlar bu bölüm işləməli. Görün.
Yəni portable olduğu üçün bu bölümü mən işlədə bilmədim. Ancaq burada belə bir sıralama aparır. Yadımızda olsun ki, bu sıralamadır. Bu isə paragraf işarələrini göstərir mənə. Yəni paragraf harda bitir? Burada paragraf deyəndə uşaqlar başqa cür, yəni bildiyim paragraf deyil. Paragraf deyəndə yəni hardan enter deyib düşmüşəm orada. Ora qədər bir paragrafdır. Baxın, vurduğum zaman baxın, buradan enter deyib düşmüşəm. Demək, bura bir paragrafdır. Başa düşdüyümü necə? Bax, bunu ifadə edir mənə. Sonra mətnin hizalanması var burada. Baxın, üzərində durum. Align text left, Ctrl L. Bunun qısa yolu Ctrl L-dir. Ctrl L, yəni left, soldan düzlə. Ctrl E. İndi normalda söz center'dır. Amma niyə C vermir? Çünki burada bir copy ilə bağlı Ctrl C var. Yəni onu qarışdırmamaq üçün bunun ikinci hərfini işlədir. Ctrl G. Sonra Ctrl R var. Yəni Ctrl R nə deyir? Align text right. Sağdan. Bir də Ctrl C var. Bunu yanınızda saxlayın. Justify. Hər iki tərəfdən düzləndir. Yəni sizə bir mətin veriləcək. Siz, məsələn, bu mətin mənə verilib. Fərz eləyək də. Bu mətin verilib. Mən bu mətnə diqqət eləməliyəm. Necə? Qələmlə göstərim, baxın. Deyilir ki, məsəl üçün, burada hansı komandalar işlədilibdir paragraf bölümündən. Tutaq ki, buradan hansı işlədib, onu təyin eləmək istəyirəm. Baxıram, bu tərəf düzdür. Bu tərəfin gedişatına baxın. Bura düzdür. Amma bu tərəfə baxsaq, girinti çıxıntıdır. Gördükmü? Demək, sol tərəf düzdür. Sağ tərəf girinti. Demək, bunu hardan düzübdür? Soldan düzübdür də. Düzdürmü? Align text left. Yəni burada nə var? Ctrl L. Yəni bu var burada. İndi tutaq ki, mən bunu dəyişsəm. Baxın. Belə eləsəm. Baxın. Justify. Baxın, hər iki tərəfdən düzdür. Elə bilirəm ki, görsənir. Hər iki tərəfdən düzdür. Məsələn, align text right. Sağ tərəf düzdür. Sol tərəfdədir girinti çıxındır. Bunlara diqqət eləmək lazımdır. Sonra line spacing var. Mətndə belə deyək, sətirlər arası məsafə. Bu adətən 1/15 olur, bu şəkildə olur. Yəni default olaraq belədir. Amma mən buradan bu mətndə sətirlər arası məsafəni azalda bilərəm, çoxalda bilərəm. Yəni bunu eləmək olar. İşarəni yadınızda saxlayırsınız. Bu line spacing-dir, sətirlər arası məsafədir. Shadow var burada. Shading də deyilir. Shading. Aha. Demək, baxın, kölgə effekti yaradır mətnin arxa hissəsinə. Yəni, bu mətnin özünə tətbiq eləmir. Bu ağ rəngdə duranda görürsünüz, o kölgə görsənmir. Çünki arxa tərəfdə şəffafdır, bilinmir. Yəni, kölgə effekti yaradır. Mətnin seçili olduğu sahəyə baxın. Görürsünüzmü? Bax, mətin ayrıdır. O kölgə effekti arxada qalır. Bu şəkildə shading. Sonra bir də border var. Yəni, kənar xəttləri təyin etmək. Məsəl üçün, bura tutaq ki, məsəl üçün, bu hissəyə kənar xəttləri təyin edəcəm. Baxın, hamısını seçirəm. Belə, kənarında xəttləri görürəm. İstəsəm bu xəttləri bir tərəfli də seçmişəm. Sadəcə soldan, sadəcə sağdan belə təyinlər eləyə bilərəm. No border deyək əvvəl bura. Right, sadəcə sağdan. Məsəl üçün, bir də işarələrim left. Bir sağdan, bir də soldan. Yəni, aşağı, yuxarıdan artıq yoxdur. Bu oldu paragraf bölümü. Stylus o qədər də çətin bir bölüm deyil. Yəni, burada hazır yazı stilləri var. Mən yazımı seçirəm. Bu yazıya bu stillərdən birini tətbiq edirəm. Baxın. İndi stili tətbiq elədim. Baxıram, məsələn, stil ümumi şəkildə xoşuma gəlir. Məsələn, rəngi xoşuma gəlmir. Buradan color bölümündən portable budur, bax, açılmır. Ola bilər ki, proqram bağlansın, bir də açsın, yox. Bağlanacaq böyük ehtimal. Öz Word-ümüzün üzərindən göstərəcəm. Bu da işləməli. Proqramı bağlayım, bir dəyər cihaz açacağım.
kompüterə bu Portable yükləyəndən sonra özü ilə bərabər nələr gətiribsə, virus olaraq bəlkə nəsə gətirib, bilmirəm. Nələr gətiribsə, demək, gərək açılacaqmı? Aha. Autosave-dən açacağım ki, üzərində işlədiyimiz qalsın. Görək, hara qədər autosave edilib. Yaxşı. Buranı deyirdik, stillər bölümünü deyirdik. Baxın, seçdim buranı. Mən bir stili tətbiq elədim. Baxıram ki, bu tətbiq elədiyim stil, belə deyək də, mən qədər mənim xoşuma gəlir. Dedi ki, rəngi xoşuma gəlmir. Buradan, demək, rənglərini dəyişə bilərəm. Yenə kilitləndi. Bura işləmir deyəsən. Hə. Rənglərini dəyişə bilərəm. Stilin özünü dəyişə bilərəm. Buradan yazı tipini dəyişə bilərəm. Paragraflar arasındakı məsafəni dəyişə bilərəm. Yəni, bu dəyişiklikləri buradan yerinə yetirmək mümkündür. Yəni, eləyə bilərəm bunları. Yaxşı. Özümüzdə bunu göstərin, baxın. Burada biraz fərqlidir. Yox, burada göstərsəm qarışacaq. Bunu bağlayayım ən yaxşısı. Yenə işləmədi. Videomuzu qəşəng çəkmişdik. Axırda burada biraz demək, işimizi ləngitdi bu proqramın açılmamağı. O hissəni uşaqlar bir də açmayacağım. Yəni, color, font bunları göstərməyəcəm. Sadəcə yerim gördüsə, elə bilirəm, bəs eləyir. Yəni. Aha. Bunlar oldu stil. Gəldik bu hissəyə, editing bölümündə. Redact et, yəni. Find var burada. Məsəl üçün, find vurdum. Bir belə axtarış var uşaqlar. Yəni, burada, məsəl üçün, hər hansı bir sözü, məsələn, bura he yazıram. He yazaq, he. Aha, belə yazdım. Harada bu h, i hərfi keçir, onları mənə göstərir, baxın. He-nin özündə də göstərir, z-də də göstərir, belə bu şəkildə. Belə də axtarış edə bilərsiniz, uşaqlar. Və yaxud da köhnə qaydada axtarış eləmək istəsəm, deyək ki, başlayın. Baxın, buradan replace vursam, belə bir pəncərə açılır. Bu pəncərənin birinci komandası find. Yəni, burada yazdığımı mən axtara bilərəm. Find next dediyim zaman, harada h, i hərfi varsa, onları mənə tapır. Deyək ki, söz olaraq, məsəl üçün, böyük hərf şəklində yazılışı vursam, yəni, fərqləndirilməli. Görün, bunun əgər üzərində format varsa, bunu silək. Var imiş. Yaxşı. Bir də axtarış eləyək. Eyni cür verir. Tamam, versin. Yəni, he harada keçirsə, onu mənə göstərir. Məsələn, roman harada keçir? Baxaq. Roman. Find next deyərək, bax, belə tapa bilərəm arzulu olaraq hamısını. Yəni, hansı mənə gərəklidirsə, haradakını dəyişmək istəyirəm ki, və ya hansını axtarıramsa, hansı, belə deyək, abzasdakını axtarıramsa, onu buradan təyin edə bilərəm. Replace, yəni, burada da var, bir də üstündə vurmam, eyni pəncərəni açacaq. Məsəl üçün, tutaq ki, roman sözün mən Roma sözü ilə dəyişmək istəyirəm. Roman yazdım ora, aşağıya da Roma yazıram. Replace desəm, tək-tək dəyişəcək. Replace all desəm, hamısını dəyişəcək. Baxın, replace all dedim, okey dedim. Artıq harada roman var idisə, onlar Roma oldu. Baxın, burada da biri seçilidir, görürəm. Go to, get. Məsələn, burada hər hansı bir səhifəyə gedişir. Demək, deyə bilərəm. Məsələn, get səhifə, məsəl üçün, atıram buradan 5-ə. Go to desəm, həmin səhifəyə gedir. Burada müxtəlif adlar altında bu gedişləri təşkil etmək olar. Gəldik select bölümünə. Bu qədər də sizə geniş düşmür uşaqlar. Yəni bu hissələr. Amma da home tabını izah eləmişdim deyə bitirmək üçün. Select all, hamısını seç. Qısa yolu Ctrl adı. Baxın, üstündə bir də dururam, düşür. Ctrl A. Select object, obyektləri seç. Select text with similar formatting, oxşar formatlı mətn hissələrini seç. Selection pane, yəni seçilmişləri göstərir. Burada əgər mənim obyektlərim olsaydı, onları göstərəcəkdi mənə. Bunun hansı videoda izahını vermişəm bu bölümün.
Əgər maraqlı olsa, həmin Word videolarına baxıb tapa bilərsiniz. Kimə maraqlı olsa mənə yazar, onun ayrıca videosu var, göstərərəm sizə. Bu oldu bizdə Home tabı. Yəni, bu tabda olan kanal. Əsas bizə hardan suallar düşəcək? Clipboarddan, fontdan, paragrafdan, yəni daha çox buradan. Bir də Find, Replace, bunları əmr olaraq nə iş gördüklərini demək soruşa bilər.